Aytekinə, Eltekinə, alın verin, Gültekinə. Deməli, dəyərli izləyicilər, evimiz harada yerləşir? Zavrat Kürdaxanı yolunun üstündə, dəyərli izləyicilər, ana yolla 150 metr məsafədə yerləşən 4 otaqlı, 2 sota yaxın, dəyərli izləyicilər, evimiz çıxıb satışa. Evimiz tam təmirli, super, kommunalları hamısı yerində. Dəyərli, super vəziyyət, düz qapıya kimi asfalt yol, mərkəzi kanalizasiyası. Evin də yanına dəyərli izləyicilər, evin arxasına keçidimiz var, gördüyünüz kimi. Həyətimiz də güllü çiçəkli, görürsünüz. Biz həmişə gələndə qəşəng bir dənə su veririk ki, qəşəng havası olsun. Evimizin padvalı da var, dəyərli izləyicilər, 2 dənə. Bir sağdan, bir soldan. 9 daş üstündə tikilib, dəyərli izləyicilər, kolonla tikilib, qoşa daşla inşa olunub. Keçən evlərin tanış olalım. Dəyərli izləyicilər, həyətimizi göstərən nə gözəldir, super vəziyyətdə, gir yaşa. Bu bizim balkonumuz, evimizdə giriş-çıxış, yəni ki, mətbəxdən orada giriş-çıxış var. Bu bizim koridorumuz, belə bir böyük mən koridor, dəyərli izləyicilər, görməmişəm heç bir yerdə. Bu bizim mətbəx, dəyərli izləyicilər, çox geniş, böyük, qiymət də ki, 116.000 manatdır, paket kupçadır, gir yaşa evdir, Zavrat Kürdaxanı yolun üstündə. Sultan Şahlı Sarayı var, Şah Sultan restoranı var, oynan üzbəyüzdür. Zalımızla da tanış olunuz, dəyərli izləyicilər. 3 dənə də yataq otaqlarımız var. Bu evdən, dəyərli izləyicilər, 2 dənədir. İkisi də 116.000 manatdır, super vəziyyətdə, gir yaşadır, paket kupçadır. Real alıcıya yaxşı bir endirimdə olacaq. Otaqlarımız da, dəyərli izləyicilər, çox böyük, geniş bir otaqlardır. Sanitar qovşağı da istipoldur. Gördüyünüz kimi, yəni bizim səhifəyə baxın, dəyərli izləyicilər, biz evləri test satırıq. Kim ev satırsa bizə müraciət edə bilər, biz gəlib çəkiliş edə bilərik. Deməli, dəyərli izləyicilər, evimiz harada yerləşir? Zavrat Kürdaxanı yolunun üstündə, binaların yanında, düz qapıya kimi asfalt yol, mərkəzi kanalizasiya, kommunallar hamısı daimidir. Gir yaşa evdə mərkəzi kanalizasiya da var, 116.000 manat. Bu evdən 2 dənədir, yan bayan. Sağ olun, salamat qalın.